Sahibkar bu dəqiqə bilirsiniz kimlə vuruşur? Qeyri-rəsmi işləyənlərlə. Bilirsiniz nə qədər özlərinə Instagramda, nə bilim hardasa, istər Bakıda, istər Gəncədə, istər başqa bir regionlarda çıxıb özü danışır ki, bu regionda filan otel istəyirsən, sən mənə müraciət elə. Və özlərini ekspert kimi təqdim edənlər də var. Halbuki kimlər onlar ekspert təyin eləyib, nədə ekspertdirlər. Deyənlər var ki, sən istədiyin sanatoriyanı mən sənə o sanatoriyadan ucuz verəcəm. Mən düşünürəm ki, necə mənsiz mənim qərarım olmadan sən mənə necə ucuz verə bilərsən? Bu nə yalandır? Ona görə də, mənə görə bu mövzunu beynəlxalq otellər rate parity üzərindən artıq çox gözəl tənzimləyiblər. Mən hər zaman nə deyirəm? Şərt deyil Amerikanı kəşf edəsən. Moskva ol, Çin modeli ol, yəni kopyala, zəifliklərini gör və onu özündə güclü mexanizm kimi tətbiq edə.